Genetika sualları güvən test vəsaitindən olanlar, qapalı suallar. Birinci sual. 2 dihidrozigot fərdin çarpazlaşmasında maksimum neçə fenotip qrup alınır? Tam dominatlıq mövcuddur, genlər erişiklidir, Krasinqover yoxdur. Bax, bunu necə yazılışı bu cürdür. Yəni 2 dihidrozigot fərdin genlər erişiklidir dedikdə böyük A, böyük B, kiçik A, kiçik B bir-biri ilə çarpazlaşdırırıq. Hansı qametlər alınır? Böyük A, böyük B, kiçik A, kiçik B. Daha sonra hər ikisi eyni tip, 2 tip qamet əmələ gətirir və bunları bir-birlə çarpazlaşmasından sarı hamar, yaşıl qırışıq noxudlar əmələ gəldi. Deməli 2 fenotip qrup əmələ gəldi. Parçalanması isə 1-in 2-yə, 2-nin 1-ə nisbətində olmuş olar. Doğru cavab C variantıdır. Əgər noxud bitkisində toxumun rənginə görə irsiyyətin aralı xarakteri müşahidə olunsaydı, indi heterozigot genotipli bitkinin öz-özünə tozlanmasından alınan nəsildə fenotipə görə parçalama necə alınardı? Biz bilirik ki, normalda 2 heterozigot, yəni daha böyük A, kiçik A, böyük A, kiçik A-ya çarpazlaşdıqda tam dominantlıq demir, natamam dominantlıqda, yəni qeyri-tam dominantlıqda kiçik A, kiçik A 2 ədəddirsə, burada fenotipə görə parçalama. Biz qeyri-tam dominantlıqda məsəl üçün bunlar dedik ki, cəhrayı rənglərdir. Böyük A qırmızı, bu qırmızı əlaməti bildirir. Kiçik A'lar bir yerdə ağ əlaməti bildirir. Yəni qırmızı və cəhrayı parçalanma nisbəti olur 1-in 2-yə, 2-nin 1-ə nisbətində olmuş olar. Doğru cavab bizdə C variantıdır. Digər baxaq, A, B, C genotipli orqanizmin azalma prosesi nəticəsində hansı genotipə malik hüceyrələr əmələ gətirə bilər? Mutasiya baş verməmişdir. Bəli, biz bu canlıdan qametləri alınma qaydasını bilməliyik. Bir dəqiqə yazaq burada. Böyük A, kiçik A, böyük B, böyük B, böyük C, kiçik C. Birinci A'dan başlayacağım. A, hər birinə vururam. Böyük B, böyük C. Daha sonra A, yenə böyük B, A, böyük B, kiçik C. Bu cür davam edir. Daha sonra kiçik A-nı vura bilərik. A, böyük B, böyük C, hər birinə vururuq. B, bir tip qamet əmələ gətirdiyinə görə bu vəziyyətdədir. Daha sonra kiçik A, böyük B, kiçik C qametləri əmələ gətirmiş olar. Və burada da bizim bu verilənlər içərisində bu qametlərdən B variantında rast gəlinir ki, A, B, C qametləri var. Diqqət yetirin var. Hansı qametlərimiz oldu? A, B, C, A, B, C, kiçik C, A, B, böyük C, böyük C, A, B, C. Niyə burada B bir tip qamet əmələ gətirdiyinə görə 2 heterozigot fərd olduğuna görə 4 qamet alındı. Qametləri də biz hesablamaq üçün düsturunu da yazaq. 2 üstü n düsturundan istifadə edirik. N heterozigotların sayıdır. Davam edirik. İnsan cinsiyyət xromosomlarının hansı genlərində baş verən mutasiyalar yalnız kişilərdə üzə çıxar? X cinsiyyət xromosomu verilib, Y cinsiyyət xromosomu verilib. Biz bilirik ki, X cinsiyyət xromosomu həm kişilərdə, həm qadınlarda özünü göstərir. Lakin Y cinsiyyət xromosomunda olan hər hansı bir xəstəlik olsun, hər hansı və yaxud da gen olsun, oğlana ötürülür. Yalnız oğlan uşaqlarına ötürülür. Ona görə də verilənlər içərisində baxsaq, Y-in üzərində olan yalnız Y rast gəlinən, həm X-də, həm Y-də rast gəlinəni götürməyəcək. Çünki S-ə baxın, S həm X-dədir, həm Y-də. F həm X-dədir, həm Y-dədir. Götürməyəcək. Yalnız biz Y xromosomunda rast gəlinən, diqqətlə baxsaq burada K və H-ı götürə bilərik. N çünki həm X-də, həm də Y-dədir. Y xromosomu ilə keçən yalnız C variantı olacaq. Bunu bir qayda olaraq yadınızda saxlayın ki, məsəl üçün qulaqda tükülük, dərinin pulcuq dərili olması Y xromosomu ilə ötürülən xəstəliklərdir və o xəstəliklər yalnız oğlan uşaqlarında rast gəlinir. Hansı variantda verilən çarpazlaşmadan F1 nəslində alınan bütün fərdlər homozigot genotipli olar. Mutasiya yoxdur. Homozigot genotipli homozigotların yazışını bilməliyik. Böyük A, böyük A və yaxud da kiçik A olmalıdır. Heterozigot desə böyük A, kiçik A idi. Amma bizə lazımdır bu. Yalnız bu tipdə dominant əlamətlər alınsın. Məsəl üçün birincidə alınır böyük B, kiçik B. Hər ikisi alınır. Həm burada homozigot dominant əlamət, həm heterozigot əlamət, həm də resessiv əlamətlər homozigot. Yalnız bizə homozigot genotip dediyinə görə bu D variantı uyğun gəlir ki, kiçik B alınacaq homozigot resessiv əlamət. Doğru cavab D variantıdır. Burada da heterozigot da var, homozigot da. Yalnız homozigot D variantında uyğun gəlmiş olar.
6-cı suala baxaq. Erkək ilanın qametindəki atosom xromosomlarının sayı n olarsa, eyni növdən olan dişi ilanın somatik hüceyrəsindəki xromosom müxtəlifliyi neçə olar? Biz bilirdik ki, ilanlarda erkəklər homoqamit, dişilər heteroqamitdir və heteroqamitlərdə xromosom müxtəlifliyi haploid bir vahid çox idi. Yəni onların atosom xromosom sayı x çıxaq üzr istəyirəm 1 bərabərdir n-dirsə, n atosom xromosomların sayını göstərir. X isə qamitlərdə olan xromosomun sayıdır. Və atosom xromosomların sayını tapmaq üçün biz bilirdik ki, qamitdə olan xromosomların sayına bir ədəd cinsi xromosomların sayını çıxırdıq. Buradan isə n bərabərdir x üstəgələk 1 qədər ilanın qametində xromosom olar. Və dişi fərddə dediyinə görə qametdən bir vahiddə artıq olacaq xromosom müxtəlifliyi. Üstəgələk 1 yazarıq. Ona görə də biz burada n üstəgələk 2 olmuş olar. Doğru cavabımız n üstəgələk 2-yə bərabərdir. Digərinə baxaq. Burada deyir ki, genotipli canlıdan AB genotipli qametlərin əmələ gəlmə ehtimalı 8%-dir. AB genotipinə malik qametlərin əmələ gəlmə ehtimalı neçə faiz olar? Crossover baş vermişdir. Yenə Morgan qanunudur, ilişikli irsiyyətdir. Hətta burada crossover da var. Bu cür yazaq, böyük ya kiçik bir. Bu çarpazlaşmadan əmələ gətirən qametlər hansılardır? A, B, crossover nəticəsində yaranan belə. Bir də kiçik ya böyük bir. Əmələ gələn qametlər kiçik ya böyük bir. Crossover nəticəsində əmələ gəlməyən A, B, bir də AB qametidir. Bizdə deyir ki, məsəl üçün AB genotiplərin əmələ gəlmə faizi 8%-dir. Deməli, crossover nəticəsində yaranan qametlər 8%, bu da 8% olacaq. Çünki hər ikisi crossover nəticəsində yaranıb. Hesablayarıq 16%. Ümumilikdə 100% götürürük təbii ki qametləri. 100-dən çıxarıq 16-nı, eləyər 84%. 84% isə 2 yerə bölsək, 42% böyük AB, 42% isə kiçik AB ilişiklik nəticəsində yaranıb. Crossover nəticəsində yaranmayan qamətdə bizdən də AB-ni soruşduğuna görə cavabımız 42% olar. Burada diqqət yetirməli məqam odur ki, yəni crossover nəticəsində alınan qamet 8% verilibsə, digər də crossover nəticəsində alınan qamet 8% olar. Yəni əsas odur. Doğru cavab A variantıdır. Punnett cədvəlindəki hansı genotipə malik toxumlardan inkişaf edən bitkilər öz-özünə tozlanmasından alınan fərdlərin hamısı homozigot ola bilər. Bu cədvəli ümumiyyətcə biz oxumağı bacarmalıyıq. Hansılardır hamısı homozigot olanlar, hamısı heterozigot olanlar və s. Bu cür suallar olur. Və Punnett cədvəlində yadınızda qalsın, bax bu istiqamətdə ox keçirsək, bunların hamısı homozigot vəziyyətdədir. Alınan fərdlərin hamısı homozigotdadır. Və bunların həqiqətən də bir-biri ilə çarpazlaşdırsanız görərsiniz ki, alınan nəsildə yalnız homozigotluq alınır, heterozigotluq olmaz. Ona görə 1, 6, 11, 16-nı götürə bilərik. Hər iki əlamətə görə homozigot olanlar 4 ədəddir. Diqqətli olaq. Bu bizə testdə soruşulur. Və yaxud da hər iki əlamətə görə heterozigot olan fərdlər isə 4 ədəddir. Bax, bu diaqram boyunca yuxarı çəksək, hər iki əlamətə görə heterozigotlar isə 4 ədəddir. Bir əlamətə görə homozigotlar 8 ədəd, bir əlamətə görə heterozigotlar 8 ədəddir. Bax, bu yerdə qalanlar. Məsəl üçün, bunu deyə bilərik, bunu göstərə bilərik, daha sonra bu hissəni göstərə bilərik və s. Bunlar bir əlamətə görə heterozigot olanlar və yaxud da bir əlamətə görə homozigot olanlar isə 8 ədəddir. Bizdə isə cavabımız oldu 1, 6, 11, 16 B variantı. Homozigotları bir-biri ilə çarpazlaşdırdıqdır. Deyir ki, bu genotipli fərd maksimum neçə tip qamet hazırlayar? İlişiklik yoxdur. İlişiklik yoxdursa, aidi biz qayda ilə hesablayacaq. Yəni, heterozigotların sayını bilməklə 2 üstü n düsturundan istifadə etməklə. Neçə heterozigot var burada? 1 heterozigot, bir də 2 heterozigot. Və bunlar 2 üstü 2 eləyər, cəmi 4 qamet əmələ gətirəcək. Niyə? Çünki A 1 qamet gətirir, B 1 qamet əmələ gətirir, böyükcə, kiçikcə 2 qamet, böyükdür, kiçikdir 2 qamet əmələ gətirirlər. Bunların yazışını da yaza bilərik ki, böyükcə, kiçikcə hansı qametlərdir? Böyükcə, kiçikcə. Böyük dinində yazışını yaza bilərik. Böyükdür, kiçikdir. Bu tip qametlər əmələ gətirir. Bax, qametləri 2-də 1 vuraq.
2də 1, böyük C 2də 1 hissəsini, kiçik C isə 2də 1 hissəsidir. Bunu əlavə olaraq sizə dedim. Amma ümumilikdə qametlərin sayını desə 4-dədir. 2 üstü n düsturundan istifadə edirik. İlişiklik olsaydı fərqli alınardı. Bax, onlara mütləq şəkildə diqqət yetirməliyik. Aha, belə çarpazlaşma zamanı diheterozigot genotipli fərdlərin əmələ gəlmə faizi neçə faizdir? Mütləq şəkildə bunu yazmalıyıq. Böyük ya, kiçik ya, böyük B, kiçik B. Çarpazlaşdırırıq kiçik ya, kiçik ya, böyük B, kiçik B. Gəlin bunlardan alaq qamet. Birinci bu hissəni bilirik ki, heterozigotlar alınır. A, B, daha sonra A, B, A, B və kiçik A, kiçik B. Digəri isə alınır A, böyük B, A, B. 2 tip qamet hazırlayacaq. Düzdürmü? Burada heterozigot 2 ədəddir. 2 tip qamet hazırlayacaq. 1 tipdir. Burada 2 ədəddir. Bir-biri ilə bax, bunu hər birini ayrı-ayrıqda öncə vururuq. Daha sonra bunu hər birini ayrı-ayrıqda vururuq. Vuraq. Böyük A, kiçik A. Böyük B, kiçik B. Böyük A, kiçik A. Böyük B, kiçik B. Daha sonra kiçik A, kiçik A. Böyük B, böyük B. Daha sonra kiçik A, kiçik A, böyük B, kiçik B. Daha sonra böyük A, kiçik A, böyük B, kiçik B. Genetika biləcəm yazmaq lazımdır. Vaxt aparır ona görə. Kiçik A, kiçik B. Neçə fərd əmələ gəldi? Kombinasiyamız 8 ədəd. 1, 2, 3, 4, 5, 6, 7, 8 ədəd. 8 ədədim 100%dirsə, bizdən soruşulur ki, diheterozigot genotipli fərdlərin sayı. Diheterozigot fərdlərin sayı 1 ədəd budur, 1 ədəd də budur. Bax, bu ikisi diheterozigotlar. Oxuya biliriksə, diheterozigotlardır. Bunlar isə 2 ədəddir. 2-yə düşən isə x-dir. 200-ü 8-ə bölərik, cavabımız eləyər 25%. Diqqətli olaq. 8 kombinasiya alındı. Doğru cavab A variantıdır. Digərinə baxaq. Diploid orqanizmin, diploid xromosom dəsti canlının yönəlici cisimciklərində Y cinsiyyət xromosomu yoxdursa, onda bu canlının. Deməli, yönəlici cisimdə Y cinsiyyət xromosomu yoxdursa, bu canlının dişiləri homogametdir. Yalnız X xromosomlarını daşıyır. Və burada deyilə cavabımızda dişi homogametdir. Bəli, erkəkləri bunların heterogametdir bu canlının. Ona görə də doğru cavab D variantıdır. Yalnız, yenə deyirəm, X cinsiyyət xromosomunu daşıyan canlıların dişiləri homogametdir. Həm X-i, həm Y-i daşıyarsa heterogametdir. Bizdə də yalnız deyir ki, Y-i daşıyır, Y yoxdursa, yəni doğru cavab D variantı. Digərinə baxaq. Bu çarpazlaşmasından əmələ gələn bir nəsində drozofil milçəklərin hansı hissəsi qara bədən rudiment qanadlıdır? Baxaq. Burada hər birindən qamet alacaq və burada qametlər kiçik A, kiçik B, A, B-dir. Gəlin yazaq bunu da. Yazaq. Kiçik A, böyük B, A, B qameti. Digərində isə baxaq, yenə heterozigotluq bir dənədir. A, B, belə, bir də A, B nədir? Xromosom çarpazlaşması nəticəsində yaranan qamet əmələ gəlir. Bir-birinə vursaq, böyük A, kiçik A, böyük B, kiçik B, böyük A, kiçik A, kiçik B, kiçik B, daha sonra kiçik A, kiçik A, böyük B, kiçik B, kiçik A, kiçik A, kiçik B, kiçik B. Və bunların genotipini mütləq şəkildə biz genotipə baxaraq fenotipini deməyi bilməliyik. Burada böyük A, böyük B varsa bunlar deyirdik ki, boz bədən normal qanaddır. Böyük A varsa boz bədən, kiçik B olduğuna görə rudiment qanaddır. Bax, boz bədən, rudiment qanad, boz bədən, normal qanad. Digərində isə burada qara bədən, normal qanad böyük B-yə görə. Burada isə qara bədən, rudiment qanaddır. Bizə də deyir ki, qara bədən, rudiment qanad nəslinin neçə faizini təşkil edir və yaxud da neçə hissəsini təşkil edir? 4 dənə aldıq, düzdürmü? 4də 1 hissəsini təşkil eləyəcək. Bax, bunlardır. 4də 1 hissəsini. Yenə deyirəm, haradakı böyük A varsa bozluğu bildirir. Haradakı böyük B varsa normal qanaddır. Harda kiçik A varsa qara əlaməti bildirir. Kiçik B-lər isə rudiment qanadı bildirmiş olar. Doğru cavabımız 4də 1. Hardy-Weinberg qanununa görə populyasiyada sərbəst çarpazlaşma zamanı fərdlərin genlərinin nisbi tezliyinin zamandan asılılığı. Bu qanun bilirik ki, təbiətdə özünü doğrultmayan qanundur və genlərin nisbi tezliyi deyir ki, dəyişmir. Burada dəyişməyən isə doğru cavab D variantıdır. Amma təbiətdə belə bir hadisə yoxdur. Sadəcə
keçəcək. Təbiətdə özünü doğrultmayan qanun Hardy Van bir qanunudur ki, keçəcək genlərin nisbi tezliyi dəyişmir. D variantı. Yalnız resessiv genotipli qametlər əmələ gətirə bilər. Yalnız resessiv genotipli qametlər əmələ gətirə bilər deyəndə, bax diqqətlə, burada dominant əlamət var. Burada həm resessiv var, həm dominant var. Həm resessiv var, həm dominant. Həm resessiv var, həm dominant. Y variantında isə yalnız resessiv tipli qamet. Hansı qametlər? Kiçik A, kiçik B, kiçik C qametini əmələ gətirəcək. Digər sualımıza baxaq. Bir somatik hüceyrəsinin nüvəsindəki xromosomların sayı həmin hüceyrənin xromosom müxtəlifliyindən 2 dəfə çoxdursa, yəni bir somatik hüceyrəsinin nüvəsində olan xromosom sayı xromosom müxtəlifliyindən 2 dəfə çoxdur. Bu o deməkdir ki, biz homogametlərdə tapmalıyıq. Bu verilənlər içərisində homogametli olan xoruzdur ki, bilirik ki, xoruzlar homogametli, onların toyuqlar isə heterogametli. Bax, erkək qoyun heterogametli, məməlilərdə erkəklər heterogamit idi, XY toyuqdur, dişi tısbağadır, dişi ilandır, XY-dir. Onlarda xromosom müxtəlifliyi bir vahid artıq olur qametdən. Ona görə 2 dəfə çox ola bilməz. Doğru cavab A variantıdır. Bu çarpazlaşma zamanı fenotipə görə parçalanma necə alınır? Öncə epistaz təsiri deyir və biz buranı oxuya bilərik. Kiçik alar böyük C bir yerdə idisə, dedik ki, bu nə əmələ gətirirdi? Qara idi, düzdür? Qara dovşanlar idi. Kiçik C-lərdən böyük ya bir yerdə idisə, ağ dovşanlardı. Yəni, qara dovşanın, ağ dovşanın çarpazlaşmasında. Gəlin yazaq. Böyük C, kiçik ya çarpazlaşır. Kiçik C, böyük ya kiçik ya. Buradan qamet almağı bacarmalıyıq. Böyük C, kiçik ya. Bir də ketib kiçik C, kiçik ya qamet. Digər isə yenə kiçik C, böyük A, C, A alınır. Burada bir-birini indi buraq. Birinci bunu vuracaq. Böyük C, kiçik C, böyük ya, kiçik ya. Kiçik C, böyük ya, kiçik ya. Digərinə böyük C, kiçik ya. Bax, bunu buna vururam. Daha sonra digərini. Kiçik C, Bunu da oxumağı bacarmalıyıq. Genotipə baxaraq onun fenotipini təyin edirik. Harda ki, böyük C, böyük A varsa, buna boz deyilir. Harda kiçik C-lər və A varsa, təbii ki, bu ağ rəngdə dovşanlar dünyaya gələcək. Harda kiçik A-lar, böyük C varsa, qara dovşanlar dünyaya gələcək. Bunları qeyd edin zəhmət olmasa. Deməli, boz, daha sonra ağ, qara, ağ. Neçə dənə boz alındı? Bir dənə boz. Daha sonra bir dənə boz, bir dənə qara və 2 ədəd də ağ alınmış oldu. Parçalanma fenotipə görə çoxdan aza doğru gedirik. 2-nin 1-ə, 1-in 1-ə nisbətində olacaqdır. Doğru cavabımız A variantı. Digərinə baxaq, nisbətli dəyişkənlikdir. Bir genin bir neçə əlamətinin inkişafına təsiri, bəli, nisbətlik dəyişkənlikdir. Xromosom sayının bir neçə dəfə artması genom mutasiyaları idi. Digəri 180 dərəcə çevrilməsi, dedik ki, bu leykozun bəzi növləri olan xəstəliklər əmələ gəlir, xromosom mutasiyası idi. Fenotipcə dəyişməsi modifikasiya dəyişkəni idi, qeyri-irsi dəyişkənlik. Bu isə kombinativ dəyişkənlikdir ki, qametlərin birləşməyi ayrı-ayrı genlərdə yeni kombinasiyaların yaranması isə kombinativ dəyişkəni idi. Doğru cavab A variantıdır. Qeyri-tam dominantlıq şəraitində qırmızı və çəhrayı çiçəkli gecə çiçəyi bitkiləri çarpazlaşdırdıqda, qeyri-tam dominantlıqda yenə yazaq. Böyük ya, kiçik ya. Özləri də qeyd edilir ki, qırmızı və çəhrayı. Bu çəhrayı idi, qırmızılar isə böyük ya, böyükdür. Biz bunları bilməliyik. Böyük ya, qırmızının genotipidir. Böyük ya, kiçik ya, çəhrayıdır. Kiçik ya, ağ rənglidir. Və bu zaman çarpazlaşma nəticəsində də deyirik ki, nədir? Çəhrayı çiçəklərdə 1 ədəd 50%, yəni ağ çiçəklər də 1 ədəd alınır. Ona görə burada cavabımız 50% qırmızı çiçəklər, 50% isə deyirik ki, çəhrayı çiçəklər alınmış olar. Qeyri-tam dominantlıq şəraitində. Doğru cavab C variantıdır.
Qeyri-tam dominantlıq şəraitində hansı çarpazlaşmadan sonra iki cür fenotip üzə çıxar? Bax, burada baxsaq, böyük ya alınacaq, qırmızı çıxacaq. Burada yenə böyük ya kiçik ya əmələ gələcək. Bunların bir-birlə çarpı cəhrayı alınır. Burada isə, bəli, burada üç cür fenotip üzə çıxacaq. Çünki cəhrayı da olacaq, qırmızı da, ağ da, hərəsi kiçik yalar da var. Burada yalnız ağ və C variantında, bəli, iki cür fenotip üzə çıxacaq. Hansı fenotiplərdir? Cəhrayı və ağ yenə özləri alınacaq. Ona görə də C variantı doğru cavabdır. İnsanın maddələr mübadiləsində baş verən pozğunluqların səbəbləri nədir? Biz də deyirik ki, bu bizdə biokimyəvi üsulla öyrənilirdi. Doğru cavab B variantı.